Xanımlar, bugün sizlər üçün çox universal bir maska paylaşıram. Bu maska dərini həm nəmləndirir, həm qidalandırır, həm də ki, quruşları açmağa kömək edir. Və bu maskanı həftədə 2 dəfə edirsiniz. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyursunuz və nəmləndirici krem çəkirsiniz. Bu maska üçün sizə lazımdır banan, yulaf unu və yumurta. Hər üçünü qarışdırıb üzünüzə çəkirsiniz. Xanımlar, başlayaq, maskanı hazırlayaq. Bu banandır. Bu qədər bizə yetərlidir. Bananı əzib qaşı şəklinə gətirdikdən sonra biz bura əlavə edirik yumurtanı. Yumurtanın həm sarısını, həm ağını əlavə etdikdən sonra, baxın xanımlar, 1 çay qaşığı yulaf unu əlavə edirik və hamısını yaxşıca qarışdırırıq. Və xanımlar, bizim maska hazırdır. İndi isə üzümüzə çəkəcəyik.